Bismillahirrahmanirrahim. Sallallahu ala Muhammed ve alihi tayyibin et-tahirin. Bəhsimiz əqaid barəsindədir. Dedik ki, əqidə insanın həyat yolunun, insanın rəftarlarının bünövrəsini təşkil edir. Odur ki, rəftarları tənzimləmək üçün bu möhkəm bünövriyə, əqidə inanclarına ehtiyac var. Və əqaid elminin əvvəlində bəhs edilən mövzu təvhid mövzusudur. Ötən söhbətlərimizdə Allahı tanımanın batini və fitri yolla olması, eyni zamanda xarici yolla olması barəsində də danışıldı. Və fil afaq və fil ənfus, yəni həm üfüqlərdə və həm də insanın batinində, daxilində Allah tanıma var. Allah tanıma var. Dostlar, olduqca əhəmiyyətlidir. Yəni, dediyim kimi, maniələr insanı bəzən yaxşı düşünməyə, sərras düşünməyə və dəqiq düşünməyə imkan vermir. Əks təqdirdə gözümüzün gördüyü hər bir əşyada bir ibrət, bir gözəllik, bir dəqiqlik və min dəqiqlik və min gözəllik var. Və gördüyümüz əşyalar, yaradılmış xilqət, yaradılış aləmi, varlıqlar, hər biri öz növbəsində, öz dili ilə, bəzən dilsiz varlıqlar elə o dilsizlik dili ilə bizə həqiqəti göstərmək istəyir. Hər bir varlıq bir mənada bir tablodur, bir nişanədir, bir göstərici, bir ayədir. Ayə yəni tablo, yəni insanı hədəfə çatdıran tablo. Necə bu yollarda nişanələr olur, tablolar olur, əlamətlər olur. Hansı ki, əlamətlər vasitəsilə, məsələn, böyük şəhərlər, lazımi yerlər o əlamətlərlə göstərilir. Varlıqlar əlamətlərdir. Quşlar öz səsləri ilə əlamətdir, nişanədir. Böyük şəxsiyyətlərdən birinin barəsində deyirlər ki, deyir, mən səhər evdə zikr eləyirdim. Səhər vaxtı idi, la ilahə illallah zikrin. O qədər dedim, gördüm ki, mənlə yanaşı başqa əşyalar belə. Yəni, Allahın yaratdığı ağaçlar, quşlar və hətta olduğum evdə cansız əşyalar, yəni qapı, divar, pəncərə. Onlar da başladılar məni müşayiət etməyə və mənlə yanaşı la ilahə illallah deməyə. Ayə və nişanədir. İndi o ayə və nişanə bir zaman insan üçün açılır, insan qəlb gözü ilə müşahidə edir. Amma əgər bizdə o müşahidə sistemi yoxdursa, ən azı budur ki, biz onun üzərində düşünməliyik. Biz ona ayə və nişanə gözü ilə baxmalıyıq. Beləliklə, o bizi yönləndirməlidir. Beləliklə, biz də ondan öz faydamızı götürməliyik. Dediyim kimi, hər birində bir gözəllik, hər birində bir ibrət və bu Allah tanımanın həmin o üfüqlərdə olan yoludur. Yəni, həm üfüqlərdə, yəni həm təbiət aləmində Allahın nişanələri var. O nişanələr səsləyir. Dağ bir cür səsləyir. Ağac və yaşıllıq və təbiət başqa bir cür səsləyir. Dənizin dibindəki balıqlar bizi başqa bir cür səsləyir. Günəş sistemi ayrı cür səsləyir. Ay öz hərəkəti ilə, yer kürəsi öz hərəkəti ilə, yer və torpaq və səma başqa bir formada səsləyir. Hər biri öz duruşu ilə,
Hər biri öz duruşu ilə bizi səsləyir. O yerdən o, belə deyək, dəni dənləyən və su içən qaz, toyuq və hər dəfə su içərkən başını qaldıraraq hər bir su damcısı qarşılığında şükür eləyən o quş başqa bir cür səsləyir. Və yaradılış etibarilə sanki ruku halında yaradılmış heyvanlar və qaməti ruku halında olan heyvanlar Allaha yaradılışı ilə qarşısında baş əymələri ilə başqa formada bizi səsləyir. Və belə deyək, ağaclar başların budaqları, başların yerə əyərək Allahın əzəməti müqabilində təvazu etməsi ilə başqa bir formada səsləyir. Əgər bunlar, ötən bəhsimizdə dedik, qüdrətli, qüvvətli və elmli Allah tərəfindən yaradılıbsa, hikmət üzərində xəlq edilibsə, düzdür deyə bilərik ki, bunların zati yaradılışı bu formadadır. İnəyin yaradılışı elə ruku durumundadır, o ki, ruku eləmir. Yox, bu cəhətdən ki, bu hikmətli varlıq tərəfindən xəlq edilib. Onun zati yaradılışı belə hikmətsiz ola bilməz. Ötən bəhsimizdə bu barədə danışdıq. İnsan anatomiyası haqqında danışdıq. Baxın dostlar, insan anatomiyası, insanın hər hansı bir bədən üzvünü araşdırmaq üçün nə qədər başlar sındırılır, nə qədər elm ocaqlarında mütaliələr edilir, araşdırmalar aparılır, laboratoriyada sınaqlar keçirilir. İnsanın, deyək ki, məsələn, gözü barəsində və araşdırmalar aparılır. Alimlər tərəfindən, tədqiqatçılar tərəfindən. İndi, əgər o yaradılmış və mürəkkəb şəkildə yaradılmış varlığı bilmək üçün, öyrənmək üçün, mənimsəmək üçün alimlərə ehtiyac varsa, yüksək səviyyəli elm ocaqlarına ehtiyac varsa, yəni elmə ehtiyac varsa, zahir şəkildə biz onu bilə bilmərik. Onda necə ola bilər ki, onun yaradılmasının elmə ehtiyacı olmasın? Yenə bir dəfə təkrarlayıram. Ateistlər və materialistlər ki deyirlər, bu gördüyümüz və müşahidə etdiyimiz varlıq aləmi şuursuz təbiət tərəfindən yaradılıb, yəni öz-özünə yaradılıb, Big Bang nəticəsində yaradılıb, partlayış nəticəsində yaradılıb, arxasında heç bir şuur və heç bir məqsəd yönlü hərəkət və hər hansı bir sonluq axtarmağa ehtiyac yoxdur. Elə hamı öləcək, elə təbiət bu formada davam edəcək, bir məna axtarmağa ehtiyac yoxdur. Əgər belədirsə, mən bunu deyirəm. Deyirəm ki, necə ola bilər ki, sizin haqqında araşdırdığınız o predmet ki var, onu araşdırmaq üçün elm lazımdır, alim lazımdır, düşüncə lazımdır, müdrik insanlar lazımdır. Belədir da. Necə ola bilər? Onun araşdırılması, onun öyrənilməsi və bilinməsi üçün elmə ehtiyac var. Amma onun zatən yaradılması üçün, yaratmaq ki, öyrənməkdən daha çətindir. Bir var olan bir şeydən mən baş çıxarmaq istəyirəm. Bir də var onu xəlq eləyən, onun xilqətin icad eləyən. Necə ola bilər? Onun icadı üçün elmə ehtiyac olmasın. Elə şuursuz təbiət tərəfindən yaradılmış olsun, təsadüfi olaraq meydana çıxmış olsun. Xeyr, əsla və əbəda. Əgər təbiətin öyrənilməsi üçün elmə ehtiyac var, təbiətin yaradılması üçün də elmə ehtiyac var. Bu təbiəti yaradan varlıq alim bir varlıqdır. Onun elmi var. Onun elmi var, özü də yaratdıqlarından biz onun elminə hardasa zehnimizdə bir qısa olaraq bir dərk yarana bilər ki, onun nə qədər elmi var. Onun nə qədər elmini təbii ki, biz bilə bilmərik. Onun elmi bizi əhatə edib. Biz onun elmin deyil. Amma az da olsa öz səviyyəmizdə, əgər istəsək onun elmin bilək, öz elmi ilə yaratdığı məxluqlar üzərində araşdırma aparmalıyıq
və məxluqların mürəkkəbliyi, heyrətamizliyi, əsrarəngliyi, genişliyi onun elmində bizim üçün üzə çıxarır ki, o nə qədər elmlidir və nə qədər qüdrətlidir. Həm elm onun yanındadır və həm də qüdrət onun yanındadır. Qur'an-ı Kərimdə Allah Teala yer barəsində, icazənizlə bugünkü dərsimizdə də bəzi coğrafi varlıqlar, yer kürəsi, günəş, ay barəsində, qalaktikalar barəsində qısa olaraq danışaq və ondan elə sözümüzü yekunlaşdıraq. Qur'an-ı Kərimdə bu barədə çoxlu ayələr var. Hədislərdə də çoxlu hədislər var. Dualarda da çoxlu lazımi materiallar var. Yəni bizi düşünməyə vadar edir ətrafımızda olan bu yaradılmışlar barəsində. Özü də onlar bizim həmşəhrilərimiz daha. Biz onlarla bir yerdə yaşayırıq. Biz onlarla bir yerdə yaşayırıq. وَفِي الْأَرْضِ آيَاتٌ لِلْمُوقِنِينَ Quran ayələrinə bax. Buyurur və fil ərdi. Ərd, yəni yer. Həmin ərd ərəb sözüdür. İndi ingilis dilinə də, bəlkə də ərəb dilindən keçib. İngiliscədə earth, yəni həmin yer mənasındadır. Ərd, ərz. Ərd zadla, yəni yer. Buyurur və fil ərdi. Yerdə ayatun, ayələr var. Ayə dedik, yəni göstəricilər. Yəni bizi səsləyir öz Rəbbimizə. Ayə budur da. Bizi Rəbbimizə səsləyir. Rəbbimizin nə qədər elmli olmağına səsləyir. Rəbbimizin nə qədər qüdrətli olmağına səsləyir. Və nəhayət bizi Rəbbimizə bəndəliyə səsləyir. Əgər o səsləyişlərə insan cavab verməsə, bu yaradılmışlar, hansı ki öz növbəsində hər biri Rəbbimizin əskəridir, komandir, bütün küllü kainatın komandiri Allah Teala'dır. Və yaradılmışların hər biri əskəridir. Hər bir qum dənəsi əskəridir. Hər bir yağış damcısı əskəridir. Hər bir dağ parçası əskəridir. Bunu mən özümdən demirəm, ha. Qur'an buyurur, Lillahi cunudus semavat vel ərz. Göylərdə və yerdə Allahın qoşunu var. Qoşunun bir komandiri olur, bir də əskərləri olur da. Və yaradılmışlar hər biri öz növbəsində əskəridir. Mən burada bir mötərizə açım. Bəzən ətraf mühit, bəzən təbiət insanın üzünə gülür. İnsanla həmahəngdir. Bəzən yox. Adamın işi gətirmir. Sanki yol gedəndə bir daş da görsən adamın ayağına ilişir. Nə bilim bir kol da adamın əlinə ilişir. Baxırsan elə bir yer, göy hamısı sözləşiblər mənlə düşmənçilik eləmək üçün. İndi mən deyirəm ki, mən bəxtim yoxdur, mən şansım gətirmir. Belə-belə sözlərdən ola bilsin ki, istifadə edirəm, narahat oluram. Niyə mənlə belədilər? Baxın, bunlar təsadüfi deyil. Bunlar təsadüfi deyil. Əsla. İmam-ı Sadiq buyurur, başınıza gələn müsibətlərin heç biri təsadüfi deyil. İndi ya günahların kəffarəsidir, ya insanın dərəcəsinin yüksəlməsidir, ya insanların əməlinə görədir, ya insanlar üçün bir ayıltmadır, xəbərdarlıqdır. Hər halda təsadüfi deyil. Təsadüfi deyil. İmam buyurur, hətta bir dənə kol sizin əlinizi cızsa, o qədər ziyan görsəz, bədəninizin bir yeri qaşınsa, hədisdə, bu təsadüfi deyil. Səbəblər var, amillər var ki, sonda gəlir, bu nəticə ilə nəticələnir. Əl-üz birdən qapının arasında qalsa, bunlar təsadüfi deyil. Əlbəttə deyirəm, mənası bu deyil ki, insan üçün mənfidir və biz dərhal mənfi gözlə baxaq ki, demək o adam pis adamdır. Yox, bunu demək istəyirəm ki, təsadüfi deyil. Təsadüfi deyil. Amma adam bu Allaha bəndəlik eləsə, əskərlər də adamın arası saz olar. Əskərlərlə də. Yəni, sənin bir orduda komandirlə əgər aran saz olsa, əskərlər də səndən yola gedərlər. Bəzi alimlər barəsində buyurublar, qədimdə, keçmişdə kompüter olmayanda. Deyirdi, məsələn, biz birdən
hər hansı bir səhifəni açmaq istəyirik. Mən deyir, o səhifəni açırdım, Əllamə Əmini barəsində bunu səhv etməsəm buyurublar. Ya Əllamə Məclisi 544-cü səhifəni istəyirəm. Ramazan ayının 1-ci gününün duası. Misal üçün deyirəm. Dəqiqən həmin 544 gəlirdi. Amma məsələn, indi mən təsadüfən açıram 544-ü, ora gəlmir. Əlbəttə, indi də elə məndə də 544 gəldi. Bu da 544 gəl. Mən təsadüfən istəyirdim açam ki, vərəqliyəm gəlib çatam ora. Məsələn, 600 neçə, misal üçün deyirəm. Sonra mən vərəqləyib gəlməliyəm ora. Allah qoymurdu ki, mən o vərəqləmək qədər mənim vaxtım geçsin. Vərəqləmək qədər mənim vaxtım geçsin. Hansı yeri istəyirəmsə, o gəlirdi. Bu mənası nə demək? Bunun mənası, yəni, təbiət məndən həmahəngidir. Ətraf məndən həmahəngidir. Biri var ki, dediyim kimi, elə mənim həyatımda qarşıma daş çıxır. Daş oradan çıxır, zəlzələ oradan gəlir, vəlvələ buradan gəlir, adamlar belə, qarşıma çıxan insanlar belə. Hətta təbiət, cansız təbiət. Belə, indi deyək ki, adamlar qəsdən mənə belə eləyirlər. Mənim işim avanda olmur. Bu baxış bucağından da baxmaq olar ki, qardaş, hədis var, buyurur, əgər insan Allahla arasını saz eləsə, indi mən hədisi loru dillə deyirəm, Allahla arasını saz eləsə, Allahla bəndə öz arasını düzətsə, rabitəsini düzətsə, Allah da bəndələri ilə onun arasını düzəldər. İndi həm bəndələri ilə, həm də bütövlükdə məxluqatı ilə, təkcə bəndələri ilə deyil, elə başqa yaradılmışları ilə də. Bir dənə deyək ki, sistemdə, bir məcmuədə, o məcmuənin, o kompleksin, o idarənin işçiləri bilsə ki, sənin o müdürlə aran yaxşıdır, görsən ki, hamı sənə hörmət eləyir. Yox, biləndə ki, sən dünənə qədər orada işləyirdin, mavin idin, indi səni işdən çıxarıblar, qapıcı belə artıq sənə üz turşudur, qapıcı. Biləndə ki, sənin o müdiriyyətlə aran yoxdur, hansı ki, onlar o müdirin işçiləridir da, adi süpürgəsi belə, adi çay paylayan belə görsən ki, mənə salam belə vermir. Bu aləmdə, bütün aləm Allahın qoşunudur, Allahın xidmətindədir, komanderin xidmətindədir, yer, göy, yaşadığın yer, yatdığın yer, mühit, dağ, daş, divar, ağac, həyət, çəmən. Bunlar görəndə ki, sənin onların Rəbbi ilə aran yaxşıdır, onlar onu hiss edirlər, onlar onu görürlər. Onda onlar da görsən ki, sənə xoşdur. Səhər baxırsan, görsən ki, təbiətdən zövq alırsan. Niyə? Çünki onlar sənə yaxşı üz göstərir da. O həyətindəki ağaclar sənə yaxşı üz göstərir, sən ondan zövq alırsan. Adama üz verməsələr ki, adam darıxar. Amma yox, görürsən ki, yox, o zövq ala bilmirsən. Niyə? Çünki onlar səndən üz turşudur. Onlar səndən üz döndərir. Bu cəhətdən ki, sən onların Rəbbindən, onların komandirindən üz döndərmirsən. Bu da bir əxlaqi nöqtə idi ki, bəhsimizə sırf əlaqəli olmasa da, bunu dedim, inşallah ki, faydalı olar. Və fil ərdi ayatun lil muqinin. Və yerdə ayələr var, düşünənlər üçün. Quran-ı Kərimdə, əziz dostlar, təqribən 80 dəfə yerin yaradılışı barəsində söhbət edilib. Və bu, yerə Quran-ı Kərimin əhəmmiyyət verməsinin göstəricisidir. İmam-ı Sadiq ağa müfəzzələ xitabən ki, hansı ki, imamın səhabələrindəndir, buyurur ki, yerin yaradılışı barəsində bir düşün. Müfəzzələ deyir, amma onun timsalında bütün elə düşünənlərə, bütün insanlara bunu xitab edir. Yerin yaradılışı haqqında bir düşünün. Demirəm, çox da vaxt qoyasan, uzun illər, dərindən, biraz düşünün. Görün Allah yerin necə möhkəm yaradıb, necə onu bərqərar edib. Deyirlər, dağlar yerin sütunudur. Hardadır yerin sütunları? Bir bina sütunsuz tikilər, o qalar heç.
Bu niyə möhkəm yaradılıb? Möhkəm ona görə yaradılıb ki, insanlar öz ehtiyaclarını təmin eləsinlər. İnsanlar rahat şəkildə və aramlıqla onun üzərində istirahət etsinlər, yuxuya getsinlər. Mən indi rahat yanmışam, burada söhbət edirəm. Birdən desəm ki, ay Allah, görəsən bu yerin sütunları, birdən lərziyə gələr, birdən zəif olar. Adam orada rahatlıq tapa bilməz ki. Rahatlıq tapa bilməz ki. Yeri Allah möhkəm yaradıb, buna görə ki, rahat yatasan, rahat hərəkət eləyəsən. Amma həmin o möhkəm yaradılmış yer ki var, yenə də insanlara ibrət olsun deyə, zəlzələ vaxtı insanlar öz aramlığını itirir. İnsanlar naçar olurlar öz evlərindən. Ev yəni məskən, məskən yəni insanın aramlıq tapdığı yer, sükunət tapdığı yer. Öz sükunət tapdığı yerlərdən başlayırlar qaçışmağa, sağa, sola. Adam özünü itirir, başını itirir. Təəccüblü burasıdır ki, yer kürəsi özü səmadadır. Yəni yer düzdür, yerdir. Amma yerin özü hardadır? Yerin özü ki, yerdə deyil. Yer özü bir gəmidir, hərəkətdədir da. Özü səmavi bir gəmi. Və bu gəminin, bu böyük gəminin milyardlarla sərnişini olub. Və yer kürəsinin də hərəkəti deyirlər, fövqəladə şəkildə sürətlidir. Maraqlı budur, ha. Yer hərəkətdədir da. Yer günəş ətrafına fırlanır. Qədimdə deyirlər, günəş yerin başına fırlanır. Qaliley səhv etməsəm bunu inkar elədi ki, yox, yer günəşin ətrafına fırlanır. O yazğın da başına nələr gətirdilər. Axırda verdilər onu məhkəməyə, dedilər ki, bu müqəddəs kitabın əleyhinədir və məhkəmədə də tövbə elədi. Dedi, yox, mən səhv eləmişəm, amma deyirlər, məhkəmə zalından çıxanda yerə baxdı, dedi, düzdür, mən dedim ki, sən fırlanmırsan, sabitsən. Amma mən deməklə deyil ki, sən elə fırlanırsan da. Yəni, mən məcburiyyət üzündən belə tövbə elədim. Xristiyan dünyası və keşişlər elmin əleyhinə idi, hər yeni nailiyyətin əleyhinə idi. O bir ayrı bəsdir, ondan işim yoxdur. Maraqlı budur, bu qədər sürətlə fırlanan yer kürəsi, hansı ki, onun indi özünə məxsus səsi də var ki, biz onu eşitmirik, eyni zamanda aramlıq verir insana. Beşikdir. Yer kürəsi beşikdir. Biz bu beşikdik. Uşaq beşikdə aramlıq tapar. Hardan deyirsən beşikdir? Sabah duasından. Sabah duası eşitmişsiniz. Sabah duası. Əmirül Müminin əleyhissalamın bir duası var. Duanın adı sabah duasıdır. Duayı səbahı Həzrəti Əmirül Müminin. O duanı sübh namazından sonra deyirlər, oxumaq yaxşıdır. Yaxud da ki, gün çıxandan sonra da oxumaq olar. Əgər ya gün çıxmazdan əvvəl, ya da o gün təzə çıxarkən bu vaxtlar o duanın oxunma zamanıdır. O qədər ali duadır. O qədər ülvi duadır. Və mən deyərdim ki, hər kəs bu dua ilə ünsiyyət tapsa, bir gün oxumasa darıxar. Bir gün oxumasa darıxar. Bir gün oxumasa öz vücudunda boşluq hiss edər. Bir duadır ki, səhər oxunur, özü səhər. İnsana axşama qədər enerji verir. Səhər oxunur. Həmin günü insan elə bir ki, necə insan səhər oyananda, deyək ki, yaxşı keyfiyyətli, vitaminli bir qidalarla, səhər yeməyinə qidalanar, o elə bəs eləyər insana gün ərzində, insanın vitaminlərin, bədən sistemin təmin eləyər. Bu dua belə bir duadır. O qədər lətif, o qədər həm lətif, həm dərin. Həm lətif, həm dərin. Bütün dualarımız əslində belədir və hər biri öz növbəsində. Amma Əmirül Müminin də ki, deyir, Əmirül kəlam, kəlamül əmir. Əmirin kəlamı, kəlamın əmiridir. Doğrudan belədir. Əmirin kəlamı, kəlamın əmiridir. Yəni, Əli ibn Əbi Talib kimi kim danışa bilər? Kim danışa bilər? Hətta digər imamlardan belə Əlinin nitqi, Əlinin ifadələri fərqlidir. Bu, Əli ibn Əbi Talibin mübarək dilindən, dodağından süzülüb gələn sözləridir. Hərçənd ki, o biri dualar da, İmam Səccadın duaları da şirindir, gözəldir öz yerində. Amma burada Ələvi nuru var.
Allahümme ya men dele'a lisanes sebahi binutqi tebelluci. İlahi. Söze bak, sözün o incəliyinə. Ey yerin dilin, lisanes sabah, sabahın dilin, üzr istəyirəm. Ey sabahın dilin, nurlu, işıqlı bəyanı ilə dartıb çıxaran. Ey o kəs ki, yerin dili. İndi Həzrət Əmrin bənzətmələridir da, bənzətmələrdir. O ifadələr özünə məxsus. Nurlu və işıqlı nitqi ilə dartıb çıxaran. Yerin dilin çıxarıb. Dil xaric olur. Hansı nitq ilə xaric olur? İşıqlı bir nitq ilə. Diqqət edin. Sabahın dilin, üzr istəyirəm. Hey, mən deyirəm yerin dilin. Ey sabahın dilin. Baxın, belə bənzədir ki, gecə idi, indi sabah açılıb. Deyirəm axı ki, səhər vaxtı oxuran duadır. Gecə idi, səhər açılıb. Səhərin dili açılıb. Səhərin dili xaric olub. Bir yaxdan bunun dili çıxmırdı. Gecə idi, bunun dili çıxmırdı. İndi bunun dili çıxıb. Səhər indi danışır. Necə danışır? İşıqlı dili ilə, işıqlı nitqi ilə. Dili çıxıb, necə? İşıqlı nitqi ilə. Necə gözəl bənzətmədir. Və sərrəhə qita'əl-leylil muzlimi bi gəyâhibi tələcluci. Və ey o varlıq ki, ey mənim Rəbbim ki, gecənin parələrini, gecəni o hissələrə burada bənzədir. Gecənin hissələrini, o qitələrini pərakəndə elədin, dağıtdın. Bayaqdan gecə hissələrini yaşayırdıq biz. Gecə hissələrini dağıtdın. Nə ilə dağıtdın? Bi gəyâhibi tələcluci. O qaranlıq, belə deyək, gəyâhibi tələcluci, onun o qaranlıq tudələri ilə, onun o qaranlıq tutumları ilə, bu formada deyək biz. İndi mən yaxşı bir ifadə hazırlamamışam bu tələclüc sözünün tərcüməsi üçün. Onun o qaranlıq, belə deyək, yığımları ilə. Necə insan bədənində kist də olar, o kistiyə deyirlər ki, bir yığılmış bir şey. Ki orada məsələn bir yığıntı görünür. Qaranlıq yığıntıları ilə sən onu dağıtdın. Və ətqanə sun'al fələkid dəvari fi məqadiri təbərruci. Və fələkin gərdişi dövranını, kainatın dövranını öz gözəl hərəkəti ilə ona itqan verdin, o binaya möhkəmlik verdin. Və şə'şə'ə şua sözündəndir. Şə'şə'ə ziya'əş-şəmsi binuri təəccüci. Və günəşin ziyasını, günəşin işığını, onun o işıqlı və isti, həm işıqlı və isti nuru ilə işıqlandırdın, şua bəxş elədin. Bəlkə də elə bu ifadədəndir ki, deyirlər ki, onu gün çıxmağa yaxın oxunsun, yəni söz yerin çəksin. Yəni sən onu deyə, həm də gün çıxır. Günə baxa-baxa sən bunu deyirsən. Yəni bir var gecə vaxtı oxuyasan bunu, o gecə vaxtı oxunur. Bir də var ki, gündüz vaxtı sən bu ifadələri deyə, təbiət də səni müşahidə edir, təbiət də sənlə eyni zamanda elə bu işləri görür və sən də onu görərək bunları dilə gətirib deyirsən. Ondan sonra deyir, mən ifadəm bu bir cümlədir, deyir. Ya mən ərqədəni fi mihad əmnihi və əmani. Ey məni öz əmniyyət və asayiş beşiyində saxlayan. Ya mən ərqədəni, ey o kəs ki, mənə öz əmniyyət, təhlükəsizlik və asayiş beşiyində, mihad yəni beşik, beşiyində saxlayıb. Və əyqazani ilə ma mənəhəni bihi min minənihi və ihsani. Və mənə ihsan verməklə məni oyadır, mənə agəhlıq verir.
Və duanın ardı var. Mən o dua barəsində oxumaq istəmirəm. Sadəcə bu ifadəni demək istədim. Asayiş beşiyi. Bu yer kürəsi ki, bu qədər hərəkətdədir, bu qədər sürətlə hərəkətdədir. Eyni zamanda həm də insanın asayiş beşiyidir. Bunlar hamısı düşündürücü faktorlardır da. Düşündürücü faktorlardır. Yer kürəsinin böyük hissəsini əzizlər nə tutur? Yerin böyük hissəsi nədən ibarətdir? Sudan ibarətdir. Göyçayda biri var idi. Deyirdi ki, necə ədalətsiz dünyadır. Bir dünyada yaşayırıqdır, 2/3 sudur, cəmaət susuzluqdan əziyyət çəkir. Bir yer kürəsində yaşayırıq ki, onun böyük əksəriyyəti sudan ibarətdir. İnsanlar su qıtlığı çəkir, insanlar su pulu dərdi çəkir. Bu dünyanın ədalətsiz olmağına bir göstəricidir. Bir başqa dostumuz da deyirdi ki, əgər dünyada yaradılmış insanların say qədər, onların ruziləri də hesablanıb Allah tərəfindən. Əgər dünyada birinə çatmırsa, bu Allah tərəfindən o neymətin azlığına görə deyil. Ki, Allah məsələn suyu az yaradıb. Yox, bu ədalətsiz bölgəyə görədir. Dünyaya hakim olan zalimlara görədir. Yəni, əgər dünyada fərz eləyək, neçə milyard əhali yaşayır? Bu milyard əhali arasında yer kürəsi ədalətli şəkildə bölünsün. Kimə nə qədər su düşəcək, kimə nə qədər yer düşəcək, kimə nə qədər ağac düşəcək, bina düşəcək və s. Hamıya da düşər, elə geninə boluna. Heç kim də korluq çəkməz. Bu korluq çəkmələr bu ədalətsiz düzənə görədir və Allah inşallah ədalət sahibini tez göndərsin. Sudur. Su barəsində Quran nə deyir? Su necə bizi Allaha səsləyə bilər? Bizim bir şəhərimizdə axund var idi, Allah ruhunu şad eləsin. Deyirdi ki, su nicat verir insana, su olmasa insan ölər, amma su da insanı öldürür. İnsanlar suda boğulurlar, ölürlər. Ya mən fil bihari acaibu. Ey dənizlərdə onun əcaibi olan. İmam Əli əleyhissalamdan bir münazat var. Orada deyir, Əntəlləzi fis-səmai əzəmətükə. Sən bir varlıqsan ki, səmalarda sənin əzəmətin var. Sənin əzəmətin, sənin böyüklüyünü səmalarda müşahidə etmək olar. Və fil-ərzi qudrətükə. Və yerdə sənin qüdrətin var. Və fil-bihari əcaibükə. Və dənizlərdə sənin əcaibin var. Əcaib yəni insanı təəccübləndirən. Qəribə, qəribəliklər, əsrarəngiz. Doğrudan belədir. Bəzən görmüşsünüz bu televiziyada dənizlərdən, o dənizlərin dibinci inkişaf etmiş müasir kameralarla çəkirlər. Allahu Əkbər. Adam havalanır. Nə qədər balıq var, nə qədər dəniz heyvanları var. Bu balıqların rəngarəngliyi. Hələ bir balığın ki, özünün nə qədər rəngi çalarları var. Yəni, o qədər balıq növləri var. Nə qədər rəngarənglik var. Hələ bu dənizdəki o heyrətamizdir. Düzdür, dənizin üstü də belədir. Yəni, yer kürəsi də belədir. Elə meyvələr də belədir. Bir nəfər deyirdi, dünyada səhv etməsəm 3000 deyirdi, 3000. İndi mən bəlkə də səhv eləyirəm. 300 də desə elə qəribədir. 300 ya 3000. Üzüm növü var. Üzüm növü var. Amma hələ bu söz qalsın bir yana, Göyçayda başı çıxan bir şəxs deyirdi ki, Göyçayda 300 növ nar sortu var. Nar növü. Göyçayda 300 növ. Yəni, nar ki, bir dənə meyvədir. Narın müxtəlif növləri var da. Nəm güleyşə nar var, nəm vələs nar var, nəm şirin nar var. Onun özünün növləri var. Biz özümüz indi, məsələn, mən özüm 5-6 nar növü tanıyıram. Ki, fərqli-fərqli narlardır. Amma Göyçay şəhərində təkcə dünya miqyasında yox. Yer kürəsi də belədir. Amma deyirlər, təəccüblü insanı o havalandıran daha çox dənizin dibindədir. O yerin üzündən və yerin səthindən daha çox dənizin dibindədir. Vəssalamu aleykum və rəhmətullah.